Salam hörmətli tamaşaçılar, Talih TV izləyiciləri, hər birinizi salamlayıram. Bugünkü Talih TV'nin çəkilişi Qubadlı rayonunun Hərtiz kəndidir. Biz də bugün Hərtiz kəndində qonaq olmuşuq. Hərtiz kəndinin gözəl mənzərəsi, bax, bu gözəl kəndimiz, hər bir kənd olduğu kimi, Qubadlı rayonunun bütün kəndlər kimi bu kəndlər dağıdılıb, tökülüb. Çox sağ olsunlar ki, bax, burada, bu bulaq ətrafında belə bir stol qoyublar, yanında manqalı var. Yəni, şərait qruplar burada gəlib gedənlərin heç olmaya istirahət etmək üçün şərait yaradıblar. Hərtiz kəndinə gələn hər bir qonaq burada istirahət edib və xoş təəssüratlarla buradan ayrılır. Biz də Hərtiz kəndindən ayrılırıq. Bir qədər qismən də olsa yağışlı havaya düşmüşük. Yolumuz üzü yuxarıdır. Yağışlı havadır, görək maşınımız bu çətin yolun öhdəsindən gələ biləcəkmi? Maşallah olsun, sürücümüz bir qədər təcrübəli sürücüdür. Elə atası, Firdevsunun atası Famil kişi də Çərəldə adla deyilən sürücülərdən olub. Maşallah, görək bu yağışlı havada bu üzü yuxarı yoxuşu necə qalxa biləcəkmi? Poladlı kəndi, Atlar Gölü deyiblər. Bugün burada istirahətdəyik, manqalımız. Məlum, həmişə gəlməkdə istirahətdə, var olasın, hamımızı salamlayıram. Allah siz ölənlərimizə rəhmət eləsin. Qurbanınız canı sağ olsun, bağları sağ olsun, qurbanıya çox minnətləri gətirdim, Poladdan da göstərir. Poladın gözəl mənzərəsi. Atlar Gölü, həqiqətən də gözəl mənzərə. Bu ağacın bəlkə bir 1000 ildən yuxarı yaşı var. Gör, ortası nə boyda çovuş olub. Bura qalxın, bura gözəl mənzərə. Bu qayalıqlara bax, necə gözəl. Bu gözəllik heç yerdə yoxdur. Bu da hətta istirahət üçün karabatda qoyublar. Allah bunu düzəldənin canını sağ eləsin, ruzusunu bol eləsin. Burada da göl düzəldiblər. Gölün yarısı görsənir, qalan sıxıb daşın arxasındadır. Ağa çaydır, çox gözəl. Gözəl olar, gözəl. Gölə, Fəli. Qəzetdə verəcəm sizə. Müəllim, Poladlı mənzərəsi xoşun gəlir deyəsən. Çox sağ olsunlar. Deyirəm, mənim üstüne baxınca içine dağılır. Bir anlıq şəlalərə baxır, suya baxır, nəsə fikirək. Gözəl mənzərədir, gözəl çaydır. Sağ olun, birlikdən gəldiniz. Sağ olun. Sağ olun, var olun, təklif elədiniz, gediniz, siz də götürün, gəldiniz. Allah saxsaqqalıqdan əlçə eləməsin. Var olun həmişə. Allah şu dünyanın sonuna var olun ki, gəlirsiniz, sağ olun. Ölənlərimizə rəhmət eləsin. Sən də, Talih də, Qurbanı da çox sağ olun. Gəlirsiniz, əziyyət çəkirsiniz. Yox, heç bir əziyyət yoxdur. Sizinlə gəlmək, valla, böyüklü günah, saxsaqqalı ilə gəlmək bizim günah. Qurbanı əsl zəhmətkeşdir. Qurbanı ilə yoldaşlıq eləməyə çəyir. Qurbanı ay olmasın. Allah olmasın. Buradan biraz keçə bilmirəm qabağa. Bu daşın arasından suyun gəlişi həqiqətən də başqa bir aləmdir.
Gözlüksə gözəl. Nuşucanız olsun. Sağ ol, sağ ol. Ama bu yanında çalıyor. Poladlı kəndinin gözəl mənzərəsi həqiqətən də əvəzsiz bir gözəllik, əvəzsiz mənzərə. Bu ağac çayıdır. Bugün seyahatimizin 4-cü günüdür. Biz Şuşa şəhərindəyik. Hamıya məlum olan Şuşa şəhərinin ən gözəl mənzərələrindən adla deyilən bulaqlarından biri olan İsa bulağındayıq. Bu İsa bulağının gözəl mənzərəsi var həqiqətən də. Çox gözəl mənzərəsi var. Nadir müəllimdir. Bulaqda Göynur, Qurbani də həmçinin gözəl mənzərədir, gözəl yerlərdir. Biz burada artıq 2-ci dəfəyik. Yəni işğaldan sonra 2-ci dəfə gəlmişik biz bura. Keçən dəfə gələndə havanın bir qədər isti vaxtları idi. Burada adamlar çox idi, bugün seyrəklikdir. Yenə adam var, amma o qədər də yoxdur da, o keçən dəfəki qədər deyil. Bu İsa bulağının ətrafı doğrudan çox gözəldir, bax gördüyünüz kimi. Bu gözəl mənzərələr, bu gözəllik. Yəni burada balıqlar saxlanıb, çox gözəllikdir, gözəl yerlərdir. Ətrafı çalışıram ki, bir qədər geniş çəkib sizə göstərim. Keçən dəfə biz gələndə burada həqiqətən çox böyük insan sıxlığı var idi. Bu da elə bir Şuşanın gözəl mənzərəsidir, meşəliklərdir. Belə gözəl meşələr də var buranın. İsa bulağının ətrafı gözəl meşəlikdir. İnşallah gəlməyənlərə, gəzməyənlərə də qismət olsun. Gözəl səyahətdir. Hər kəsə qismət olsun. Bax, belə bu gözəllikləri gəzib dolaşmaq. Nəhayət, səyahətimizin son günüdür. Biz bugün Xankəndi şəhərindəyik. Nadir müəllim Qurbanidir. Xankəndi şəhərinin küçələrində dolaşırlar. Çox gözəl mənzərədir. Bununla da biz bu səyahətimizi başa vurmaq istəyirik. İnşallah yolumuz özü şəhərədir. Gözəl mənzərədir, gözəl xatirələrlə ayrılırıq bu son olaraq Xankəndindən. Ümumiyyətcə Qarabağımızdan gözəl xatirələrlə ayrılırıq.